100 mindən çox əhalisi olan Beyləqan rayonunda avtobus problemi yaşanır. Belə ki, rayon daxilində fəaliyyət göstərən marşrut avtobusları yoxdur. Buradan marşrutlar işləyir, ancaq Daşburun, Beyləqan arası. Bir də kəndlər üçün işləyirlər marşrutlar. Rayon arası marşrutumuz yoxdur. Nəqliyyat Nazirliyindən gərək onlar maraqlanmalıdır. Bizim rayonun abadlaşdırmasında marşrutun istifadə olunmasını onlar eləməlidir. Kimlərsə bunu imkan vermir. İstəyərdinizsə marşrut olsun. Marşrut istəyərdim. Bizim Beyləqan şəhər statusallıq çoxdandandır. Marşrut olmalıdır. Ağsaqqalı var, Əlili var. Bunlar hamısı marşrutla gedib gəlməlidir. Taksi ilə imkanlar yoxdur. Bizə də elə bir zamanədir ki, elə bir dövrə gəlib çıxmışıq ki, imkan yoxdur, şərait yoxdur elə. Rayonumuz əlbəttə ki, marşrut olsa çox gözəl olar. Yəni yaşlı, qoca, gəlib gedə bilməyən, uzaq yerlərdən gəlmək istəyənlər olur rayona, harasa əziyyət çəkir, problemi olur. Olsa daha yaxşı olar, çox gözəl olar. Hər kəsin də yəni 2 manat, 3 manat yoxdur taksiyə versin. Əlbəttə yoxdur. Kimsə pensiya baxır, maaşa baxır, az pul olduğuna görə, yəni marşrut sərfəli olar. Gəlib getmək rahat olar. Bu rayonda marşrut xətti yoxdur. Marşrutdan istifadə edə bilmirik. Harasa gedib gəlmək üçün ancaq taksi ilə, bu taksi də baha-başa gəlir bizə. Bununla bağlı da xahiş edirəm. İstəyərdinizsə marşrut xətti olsun. Əlbəttə istəyərdik ki, marşrut xətti olsun ki, sərbəst, rahat işləyə bilək biz. Heç vaxt olmuyor ümumiyyətlə burada. Ümumiyyətlə olmuyor. Beyləqanda marşrut xətti olmuyor. Rayon daxili avtobusların olmaması bəzi taksi sürücülərindən başqa heç kimi sevindirmir. Ancaq taksi sürücülərinə pis, sakinlərə isə şad xəbərimiz var. Belə ki, Beyləqan rayon icra hakimiyyəti ilə Yerüstü Nəqliyyat Agentliyinin regional idarəsi ilə Sərvan müəllimlə cənab başçının görüşü olub və razılığa gəlinib ki, 6 aylığa qədər bu məsələ öz həllini tapacaqdır. Sahibkar da məlumdur, ona görə də bizim heç bir sahədə çətinliyimiz yoxdur. Qısa müddətdə bu məsələ öz həllini tapacaqdır.